gedir xüsusən. Amma o bəhanələr ki var, mən gedirəm ora, orada tutaq ki, yalnız Allaha dua edirəm. Əgər doğrudan da bu əməlində sadiqsənsə, niyyətində düzsənsə, niyə Allaha dua etmək üçün məscidə yox, Mir Mövsümün qəbrinə gedirsən? Allah Azze ve Celle buyurur ki, وَأَنَّ الْمَسَاجِدَ لِلّٰهِ Həqiqətən məscidlər Allaha məxsusdur. Ged Allah Subhanahu Taala'nın evinə, orada dua elə. Nə qədər insanlar görmüşük ki, o qəbirlərə gedirlər və görürsən ki, o qəbirlərin yanında dua edəndə göz yaşı tökürlər. Halbuki o insanlardan birində məscidə gedib göz yaşı tökərək dua edən görməzsən. Yəni, sənin hər hansı bir niyyətin, batil əməlivi taka çıxarmır. Bu ona bənzəyir ki, bir insan deyir ki, gedir oğurluq edir, hə? Və deyirsən ki, niyə oğurluq etdin? Deyir, bu puluna məscid tikəcəm. Baxma ki, niyyəti yaxşıdır, amma əməli nədir? Haram. Yəni, haram əməl, yəni düzgün niyyət, yaxşı məqsəd, haram əməli halallaşdırmır. Ola bilər, mən etiraf edirəm, bəli, ola bilər ki, hər hansı bir cahil gedə bilər, heç şirk niyyəti ilə yox. Ola bilsin, indi insana belə çatdırırlar ki, o pirdə edilən dualar daha tez qəbul olunur, bu cahilliklə gedir, yəni bu niyyətlə. Amma məsələ bundadır ki, sənin bu niyyətin harama halallaşdırmır.